Avtomobilin arxa işıq optikası tam LED-dir. Bagaj qapısı üzərində 4.2 yazısı yazılıb ki, mühərrikindən danışır. Bamper üzərində iri xrom kant uzanır. Parkinq radarlar mövcuddur. Qoşqu yeri və ikili səs boğucu çıxışı var ki, sakit, həzin, bırıltılı səsi var. Bagaj qapısının açılma düyməsi isə burada axtarsaq tapa bilmərik. O burada Volkswagen işarəsinin altına gizlədilib düymə şəklindədir. Baxın. Düyməyə basmaqla bagaj qapısı açılır. Əks halda düymə işləməsə, yaxud avtomobilin akkumulyatorları deyək ki, yatsa, burada xüsusi bir funksiya var. Flip key bu şəkildə itələməklə bagaj qapısını açar vasitəsilə də açmaq olur. Bu boyda Mamontun isə utanc verici, bu qəribə bir açarı var. Heç də boyuna uyğun bir açar deyil. Ümumiyyətlə, Volkswagen açarları özlüyü ilə seçilmirlər. Bu açardan təsəvvür edin ki, Bugatti Veyron'da da istifadə olunub. İki açar gəlir də Bugatti Veyron'da. Məhz bu açardandır. Onların yeganə özəlliyi birində Volkswagen yazısı olmağıdır, birində isə Bugatti yazısı olmaqdır.